Günümüzü güzel həmlələrlə açırıq və mənim prinses qızım bir gün gəlib doktoru görməyə. Zümrüt kızımız mamışkası ilk həmləlik keçirdi. Uğursuz idi. Sonra geldi yanıma. Müalicə elədik və belə şipşirin bizim kızımız dünyaya gəlib indi hal-hazırda doktorun görməyə və mamasını gətirib yoxlanışa. Qızımız da yəni gəlib mamışkası həmləlikdən əlaqədar ikinci dəfə Zümrütdən sonra həmləlik baş vermirdi. 4 ildən sonra yoxladıq, borlar tamam bağlı idi, hormonal disbalans var idi. Müalicəmizi elədik, borları təkrar yoxladı və borlar açıldı. Müalicədən sonra həmləlik baş verdi. Həmləliyimiz çox çətin keçir, uşaqlıq boyun çatışmamazlıqdır, sirkulyaj dikiş qoyulub uşaqlıq boyunda, yataq rejimi müalicələrdir və şükürlər olsun artıq paketdən 34-35 həftəyə çatdı və qızımız paketdən keçdi. Sizi təbrik edirəm. Çok sağ olun Ümrə doktor. Sizin sayenizde çok çətin hamiləlik keçirdim, yanımda oldunuz. 35 həftəyə gəldik, çatdıq. İnşallah axıra qədər də yanımda varsınız. Zümrüt qardaşım qucağına alıb gedər inşallah. Allah qoysun. Prinsesimiz Bəri qardaşına gedər. İkinci gözəl qızımız 2 ildən sonra həmlə qalıb. Qızımızda problemlər çox idi. Folikul yetişib partlamırdı, hormonal disbalansı idi və əsasdakı endometrial polip var idi. 8 milli idi. Biz planlaşdırırdıq ki, əməliyyat eləyək gastroskopiya, amma qızımız gəldi testdən, həmləlik baş verdi və hal-hazırda 9-10 həftəyə çatmışıq. Həmləliyimiz riskli keçir. İnşallah siz də axıra çatasınız, belə gələsiz ana olmağa. Siz təbrik Çok sağ edirəm. olun, Allah razı olsun sizin sayenizde. Yani möcüzə doktorun sayesinde bu vəziyyətə gəldik, çatdıq. 9-10-cu həftəyə çatırıq inşallah. İnşallah ki, sağ-salamat olar. Allah sizdən razı olsun. Yəni əziyyətiniz etməsin. Çox sağ olun, sağ olun. Növbəti bizim möcüzə qızımız 3 ildən sonra Ayediçka həmlə qaldı. Problemlər çox idi. Antimüllür əsas problemi 0,4 idi. Yaş 35. Folikulyar aparatı çox zəif idi. Cəmi bir dənə, 2 dənə folikulu var idi. Borları bağlı idi. Müalicə elədik, borları açıldı. Və 2 ilə yaxın qızımız gəldi. Təbii yolla, elə qızlarımız sonsuzda hamısı təbii yolla həmlə qalıblar. Təbii yolla həmləlik baş verdi. Həmləliyimiz çox çətin keçir. Ona baxmayaraq qızımız 31-32 həftəyə çatıb. Sizi təbrik Çok edirəm. teşekkür ederim. Allah razı olsun sayenizde bu kadar problemlerin göktesinden geldik. Ne kadar süni değilse de sayemizde tabii ona hamile kaldım. İnşallah sona kadar çatarır. İnşallah kim istiyor hamilede nasip olsun. Ana olma. Allah Sayenizden çok teşekkür ederim efendim. Hətta qızımıza demişdir ki, süni maylanma lazımdır, o da garantiya 20% verirlər. Amma təbii yolla, bir folikulla sevinirik, xoşbaxtıq inşallah. Axıra çatıb körpəyinə gedəsiz evimizə. Növbəti bizim gözəl qızımız 9 ildən sonra ana olmağa hazırlaşıb. İkinci dəfə qeyd eləmək istəyirəm. Gələndə 35 yaşı var idi, yoxlanış zamanı antimüllür 0,01 idi, FSH yuxarı idi, bir dənə 2 dənə folikulu var idi. 2 ildir planlaşdırdı həmləliyi, amma baş vermirdi, hər yerə getmişdi. Nəticə yox idi, gəldi. Möcüzə doktorun cəmi bir kurs müalicə nəticəsində həmləlik baş verdi. Həmləliyimiz çox çətin keçir. 24 həftədən qısaldı şeyka. 25-23 milliyə açılıb başladı. Hal-hazırda 30 həftəyə çatdıq. Yataq rejimi, müalicə və inşallah sizdən olasınız. Sizin sayenizde 30 həftəyə çatdıq. İnşallah ki, davamlı ola. Allah arzusunu almaq, hamısına qismət eləsin. Çox sağ olun. İnşallah. Və bizim gözəl həmləmiz heç bir sonsuzluq problemi yox idi. Yalnız gəlir həmləliyin təqibinə hematoması var, laxtalama problemi və s. Ama şükürlər hər şey yaxşıdır. Siz də təbrik edirəm. Çok sağ olun. Sizin sayenizde artık günümüzə həftəyə çatdıq. İnşallah sağ-salamat başarılar. İnşallah. Növbəti bizim gözəl həmləmiz 3-cü dəfə ana olmağa hazırlaşır. Bu da doktorun sayəsində, yəni mənim sayəmdə ilk dəfə həmləlik baş olmuşdu, doğmuşdu, amma uşaq qalmamışdı. Gəldi yanıma, səbəbləri tapdıq, laxtalanma, genetik və s. Müalicə nəticəsində 2 qızı var və hal-hazırda 17 ildən sonra 3-cü dəfə qız balamız olar, Allah qoysa dünyaya gələr. Həmləlik çox çətin keçir, laxtalanma problemi və s. problemlər, amma artıq az qalıb. Sizi təbrik edirəm. Çox sağ olun həkim, sizin sayənizdə 37-ci həftəyə gəlib çatmışıq. Allah sizdən razı olsun. Təbrik edirəm. Arzu edirəm ki, hamımız sağ-salamat axıra çatasınız, yüzümüz həmişə belə gülsün və belə körpələrlə gələsiz yanıma inşallah. İstəyənlərə də qismət olsun.